Gəncədə iş var yoldaşlar, Gəncədə iş var. Hər zaman olmayan işlərdən var yoldaşlar, xəbəriniz olsun. Orada 2 dənə mühafizəçi işi var, sonra sürücü işi var. Ondan sonra digər 2 dənə də ən azı asan işlər var. Bir təxminən 5 dənə vakansiyadan bəhs etmək istəyirəm. Amma bu demək deyil ki, yoldaşlar, Gəncədə olan işlər elə cəmi 5 dənə işdən ibarətdir. Xeyr, mən sadəcə diqqət çəkən olan variantları sizinlə paylaşıram. Belə çox istəyirsinizsə, digər variantlarla da tanış olmaq istəyirsinizsə, özəl dəstək vermək olar sizə. Deməli, mühafizəçi işi var yoldaşlar, Bravo Student School-dadır. Burada 900 manata yaxın qazana bilərsiniz. Əgər ki, sizin orta məktəb diplomunuz varsa və yaxud da ekvivalent təhsiliniz varsa, etibarlı mühafizəçi lisenziyanız varsa, belə bir işdir, əsas ilk yardım bilikləriniz varsa, yaxşı ünsiyyət bacarığınız varsa. Bu bir variant mühafizəçi işidir. Bir digər bir variant mühafizəçi işi də var, KFC-dədir. Restoranda nəzarətçi işidir, daha dəqiq desək. Amma bu, bir ildən az olmayan bir iş təcrübəsi tələb edir sizdən yoldaşlar. Varsa belə bir təcrübəniz, bunun əmək haqqısı isə azdır, 560 manat civarındadır. Növbəli iş rejimidir. Bundan əlavə, onlayn xanımlara, burada əslində cins qeyd olunmayıbdır yoldaşlar. Amma bura yəni hər iki şəxs, belə deyim, cinsin nümayəndəsi müraciət edə bilər. Deməli, Karcher şirkətində onlayn mağaza üzrə assistent işi var Gəncə şəhərində yoldaşlar. Kimlər müraciət edə bilər? Bəs yaxşı. Kompüterdə sərbəst işləmə bacarığı olanlar müraciət edə bilər. Məsələn, sərbəst dedikdə nə nəzərdə tutulur? Brauzer, cədvəllər, onlayn servislər, eyni anda bir neçə pəncərə açmağı bilən, interfeys və sistemləri də tez yönəlmək bacarığı olan şəxslər, rus dilini bilənlər üçün, aydın diksiyası və səlis, düzgün nitq olanlar müraciət edə bilər. Burada 600 manatdır maaşı yoldaşlar, amma 300 manat da bonus var. Və 3-6 aydan sonra da o bonuslar arta bilir yoldaşlar. Bazar ertəsi cümə günü olan bir işdir. Bu bir variant. Növbəti bir sürücü işindən bəhs etmək istəyirəm. Gəncə Beynəlxalq Hava Limanındadır. Peşə ilə bağlı təhsiliniz olmalıdır. Minimum 5 illik iş təcrübəniz olmalıdır. BSD kateqoriyanız olmalıdır. Hərbi mükəlləfiyyətiniz olmalıdır yoldaşlar. Gəncə Beynəlxalq Hava Limanındadır. Bundan əvvəl növbəti bir rahat iş xanımlar üçün də ola bilər. Burada da yenə cins qeyd olunmuyubdur yoldaşlar. Tam Store-dadır. Kimsə misal olsun, aranızda əgər bu nisbətən adətən bu tipli işlərdə yoldaşlar təcrübə proqramlarında yuxarı yaş qruplarını adətən götürmürlər. Ona görə də nisbətən aranızda gənc yaşda olanlara sərf eləyə bilər. İnsan resursları sahəsində təcrübə toplamaq imkanınız ola bilir. Tam Store marketlər şəbəkəsində, Gəncədə. Və təcrübə topladığınız müddətdə də sizə də pul verirlər. Yəni, bəzi təcrübə proqramları olur ki, pulsuz olur. Vətəndaşı pulsuz işlədirlər, təcrübə topladırlar. Bəzilərində isə pul ödəyirlər. Burada misal üçün pul ödənəyən variantdandır. Yəni sizə pul da verirlər, belə deyək də, əmək haqqı da verirlər bir növ. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmazda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj kəsə bilərsiniz. Əlaqə vasitəsi, siz bu videonu əgər YouTube-da izləyirsinizsə, o zaman videonun adında qeyd olunubdur əlaqə vasitəsi. Yox, əgər siz bu videonu TikTok-da izləyirsinizsə, o halda profilə daxil olmanız lazımdır. Toğrul Əzov sözünə toxunun bu videonun altındakı. Toxunduqdan sonra kanala daxil olursunuz. Kanala daxil olduqdan sonra orada profildə əlaqə vasitəsini görə bilərsiniz. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.